Mingəçevirdə səhər saatlarında dəhşətli qəza baş verib. Kia və Hyundai markalı avtomobillərin yarışa durması hər iki maşının aşması ilə nəticələnib. Qəza zamanı gələn səslər o qədər güclü olub ki, hadisə baş verən ərazidəki binanın sakinləri səsə oyanıblar. Ağır qəzanın itkisiz ötüşməsi isə sadəcə bir möcüzədir. Dekabrın 19-u saat 6:35 radələrində Mingəçevir şəhərinin Heydər Əliyev prospektində ağır yol nəqliyyat hadisəsi baş verib. Şahidlərin sözlərinə görə yüksək sürətlə hərəkət edən və bir-birini ötməyə çalışan Kia markalı 90 NK770 dövlət nömrə nişanlı mini avtomobili ilə Hyundai Elantra markalı 03 BR 757 dövlət nömrə nişanlı mini avtomobili yoldan çıxaraq aşıb. Sürücülər idarəetməni itirdiyindən avtomobillər yolun müxtəlif istiqamətlərinə çıxıb və istinad divarına çırpılaraq parkın içərisinə düşüb. Kia markalı avtomobilin zərbəsi o qədər güclü olub ki, diametri təxminən 80 sm olan ağacı ortadan kəsib. Hyundai Elantra markalı avtomobil isə divara çırpıldıqdan sonra bir neçə dəfə aşıb. Nəticədə hər iki avtomobil tanınmaz hala düşüb. Körpü tərəfdən şəhər mərkəzinə doğru hərəkətdə olan iki nəqliyyat vasitəsi yolun əri hissəsində manevr edə bilməyib. Kia Optima markalı avtomaşın qabaqda gedərək yolun əri hissəsini gördükdə tormuz etmiş, idarəetməni itirərək yolun sağına çıxaraq ağaca çırpılıb, yol nəqliyyat hadisəsi törətmişdir. Həmin avtomaşın arxası ilə gələn Kia Hyundai Elantra markalı avtomaşın isə qarşıdakı avtomaşının tormuz etdiyini görüb. Bu da sutkanın qaranlıq vaxtında çaşaraq tormuz etmiş, kəskin. Bu da idarəetməni itirərək yolun solundakı kubik məhəccərə dəyərək yanı üstə aşmışdır. Dəhşətli qəza möcüzə sayəsində ölümsüz ötüşüb, ancaq xəsarət alanlar var. Qeyd edək ki, hətta qəza baş verən zaman zərbənin səsindən yaxınlıqdakı binaların sakinləri belə yuxudan oyanıb. Nizat Xudatov, Rəhman Əsadov, RTV Mingəçevir.